Ölkəmizin açıq innovasiya platforması olan Asan AI Hub və Abad Publik Hüquqi Şəxs arasında əməkdaşlıq çərçivəsində elan edilmiş süni intellekt həlləri üzrə çağırışın qalibi müəyyən edilib. Çağırışlar çərçivəsində ümumilikdə 12 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər həll üzrə ən yüksək nəticə göstərən 5 iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb. Bu təşəbbüs Abad məhsullarının brendləşdirilməsi, etiketlənməsi və dizayn proseslərinin süni intellekt vasitəsilə daha səmərəli idarə olunmasına yönəlib. Azərbaycanda və ümumiyyətlə qlobal fəaliyyət göstərən şirkətlər, qurumlara səslənmək istəyərdim ki, onlar öz proseslərini avtomatlaşdırmaq və süni intellektin tətbiqi ilə məşğul olmaq istəyirlərsə, bu platformadan istifadə edərək öz elanlarını yerləşdirərək onu açıq innovasiya modeli çərçivəsində startaperlərə, tədqiqatçılara, şirkətlərə və ümumiyyətlə həll təklif edən bilən hər kəs üçün açıq elan edə bilərlər ki, onlar üçün də belə bir maraqlı təşəbbüslər daxil olsunlar. Abad Publik Hüquqi Şəxs ideyadan rəflərə yanaşması ilə abadçılarına xidmət göstərir. Marketinq, brendinq və dizayn göstərilən əsas xidmətlərdəndir və deyərdim ki, bu xidmətlərin göstərilməsi prosesində ən məsuliyyətli iş etiketlərin hazırlanmasıdır ki, bu prosesdə səhvə yol vermək olmaz. Qüsur risklərinin minimuma endirilməsində süni intellekt alətlərinin tətbiqi ilə daha da təkmilləşdirmək ehtiyacı duyduq. Bunun üçün Asan AI Hub çərçivəsində platforması üzərindən çağırış elan etdik. Abadın brendinq platforması mövzusu üzrə çağırışın qalibləri Fuad Bağıyev və Fatimə Bağırova seçiliblər. Yekun mərhələdə isə çağırış üzrə bir qalib komanda 3000 manat məbləğində mükafatla təltif olunub. Çağırışı sosial media üzərində gördük. Sonra çağırışçı haqqında maraqlandı, çağırışçı məlumatlarını əldə etdi, onların problemini analiz etdi. Daha sonra bir texniki həll sənədi hazırlayıb sənəd formasında təqdim etdi. Bizim üçün bu çox maraqlı bir yoldur ki, hansı ki biz karyera inkişafımızda startap və layihə istiqamətində qururuq və bu bizim inkişafımıza çox böyük bir dəstək oldu. Asan AI Hub platforması açıq innovasiya modelini təşviq edərək dövlət, biznes və təhsil müəssisələri arasında effektiv əməkdaşlığı gücləndirir. YouTube kanalımıza abunə olun.